Salam dostlar, bu günlərdə sizlərlə bərabər Metropol yayımları YÖS IQ soru test kitabçasından qrafiklər mövzusu haqqında bir neçə test həll edəcəyik. Ekranda gördüyümüz testdən başlayalım. Qrafiklər mövzusunda bir çevirə verib, onu 3 hissəyə bölüb, X, Y və Z olaraq 3 müxtəlif hissəyə bölmüşdür. X-in payına 62,5% düşür. Hər birini dərəcəyə çevirsək, Z burada Z bərabərdir 45 dərəcə. X-i da dərəcəyə çevirəyün. Çevrəmiz 360 dərəcə olduğuna görə 60 dərəcə 100% olduğu üçün 62,5 dərəcə X-dir. X bərabər olur burada 360 dərəcə vurulsun 62,5 dərəcəyə. Bölünsün 100-ə də bərabərdir. 360-dan 0-ı atıb 600 də yazaq. 625 tamı buradan ataq. Elə 36 vurulsun. Bu 0 keçirdək 625 edək. Bölünsün 100-i parçalayaq 4 olaraq 4 vurulsun 25 şəklində yazaq. 25 ilə 625 ixtisara gedir. Yuxarıda qalır 25. 4 ilə də 36 ixtisara gedir. Qalır 9. Vurulsun 25 bərabərdir 225-ə. Deməli bizim X-imiz bərabər olur 225 dərəcəyə. Bunları bir silək. X da bərabərdir 225 dərəcə. Yerdə qalan pay Y-in payı olduğuna görə 360-dan cəmin çıxacaq. Bu da edir 270 dərəcə. Y-imizin payına düşən olur 90 dərəcə. 360-dan çıxdıq 270-i. Qaldı yerdə 90 dərəcə. Deməli 90 dərəcə edir Y-in payına. 45 dərəcə Z və 225 dərəcə X-imizdir. Burada istədiyi variantlarda isə fərqlidir. Gördüyünüz kimi birinci Z ən kiçikdir. Onun 2 qatı Y-dir. 5 qatı isə X-dir. Deməli burada variantlarda baxsaq burada Z 30, Y ondan 2 dəfə böyük olub 60, X isə ondan 5 dəfə böyük olaraq 150 etmişdir. 30-un 5 qatı 150. Doğru cavabımız A variantı olur. Keçək növbəti testimizə. Bu testimizdə də bizə bir dairə verib, dairəni 4 yerə bölüb K, L, M, N olaraq bölmüşdür. Buradan L-imizi elə baxırıq 30 dərəcə verib, buradan yazaq L bərabərdir 30 dərəcə. Bu işarə bildiyiniz kimi 90 dərəcənin işarəsidir. O zaman N-imiz N bərabərdir 90 dərəcə. L və N-i bu misalda yerinə qoyaq. Olur, deməli K plus L olduğuna görə birbaşa yazmayaq. Burada M bərabərdir 720-dən 720 minus bu deməli L ilə N-i keçirdirik bərabərliyin sağ tərəfinə, olur mənfi. Buradan da cəmin tapdıqda deməli 120 də bərabərdir K plus M bərabər olur 600-ə. İndi isə bu misaldan deməli M plus K-nı keçirdək qabağa, plus müsbətdir K. N ilə L-i mənfisin çıxartsaq, mötərizə içərisində deməli N plus L kimi yaza bilərik. Da bərabərdir. M plus K-mızı bilirik 600. Minus N plus L-mizi də bilirik 120. Da bərabərdir 480. Doğru cavabımız Y variantı olur. Keçək növbəti testimizə. Bu testimizdə də bir dairəni 8 yerə bölmüşdük və burada ən kiçiyin biz M götürəcəyik. Bizdən hər bir hərfin M-lərlə işarələyib, M-lərlə istəyir cavabın. Ən kiçiyin M olaraq götürək. Deməli burada bizim P-miz M-dir. P bərabərdir M-ə. Çünki bundan kiçiyi yox. Burada baxsaq N və K hər biri 90 dərəcədir. Çünki burada 90 dərəcənin işarəsi var. Burada da həmçinin. Deməli, P-miz M-ə bərabər olduğu üçün, M-miz də 2 dəfə P-mizə bərabər olduğu üçün M bərabərdir 2 M-ə.
n beraberdir 5 90'ın 5 katı olduğuna göre 5p'ye. P'miz de m olduğuna göre elə birbaşa m yazaq bunu. 5m. K'mız da həmçini 5. K da bərabərdir 5m. Variantlara baxalım. Burada deməli P'lərdən M olanlar burada var. B'də, C'də və D variantında. M-ə baxalım. M 2M olan deməli hər birində uyğun gəlir. Daha sonra bu N-dir. N-ə baxdıqda N 5M olan A-da, B-də, C-də var. Deməli bizə qalır bu iki variant. Bu variantın üzərindən xətt çəkə bilərik. Çünki N-imiz burada 2-dir. 2M-dir. Doğru gəlmədi. 2 variant B və C variant arasında qaldı. K'mız 5 olan yeganə C variantında olduğu üçün doğru cavabımız C variantı olur. Keçək növbəti testimizə. Bu testimizdə də yenə 4 yerə bölünmüş bir dairəmiz var. Bizdən istədiyi nədir? X, Y, Z və T. Gəlin bunu belə bir üsulla həll edəyik. Burada hər birin yerinə qoyaq. X-mizi 1 götürsək, alfa x edib 1. Daha sonra y-mi burada 4 götürsək 1 plus. Hər biri getdikcə artdığına görə bunları toplayaq. 20. 360'ı böləyün 20'ye. 360'ı çevrəmiz tam 360 dərəcə olduğu üçün 360'ı 20'ye böldükdə 18. Deməli 18 ən kiçiyi olduğu üçün x-miz. Y-miz 4 dənə 18 olduğu üçün 72. Z bu bölgəni. Z-miz 6 dənə. 6'ya vurduqda 108. Digəri isə 9 dəfə olduğu üçün 9, 2, 162. Bunların toplamından 108'i çıxacaq. 18 plus 72 plus 162 minus 108 bərabərdir. Bu da bərabərdir 144. Doğru cavabımız D variantı olur. Keçək növbəti testimizə. Burada da yenə çevrəni 4 yerə bölüb hər birinin dərəcəsini istəyir. Baxın. Birinci M-dən başlayaq. M-miz 10%'dir. Çevrəmiz 100% olduğu halda M-miz 10%, onda biri yəni 360'ın da onda biri 36 dərəcə. X-miz 36 dərəcə yeganə A variantındadır. Deməli doğru cavabımız bizim A variantı olacaq. Amma digərlərində tapmaq 2 dəfə deməli çoxdur N 72 Y 3 dəfə R bu Z gedir. Z-imiz 3 dəfə 108 və 4 dəfə 144. Doğru cavabımız A variantı olur. Keçək növbəti testimizə. Bu testimizdə də C-imiz 2A-dır. C bərabərdir 2A-ya. D bərabərdir 4A-ya. A-ya yaxud da 2C-yə. A-mız C-dən 2 dəfə kiçik edəcək. C-imizə baxsaq, burada deməli 60, A-mız 30. Burada nə demişdik? D A-dan 4 dəfə böyükdür. D-miz. D-ni 150'dir, amma A-dan 5 dəfə böyükdür. O zaman biz bu A variantının üzərinə bir xrest çəkirik. Keçirik növbəti. C-miz 2 dəfə A-dan böyükdür. Bu uyğun gəlir. Amma A-mız eləcə də D-miz C-dən də 2 dəfə böyük olduğu üçün B variantı uyğun gəlir. Doğru cavabımız B variantı olur. Çünki C-miz C-ni 2'ye vurduqda deyilir. Yəni 144. D-ni 4'e böldükdə 36. A variantı ailir. Daha sonra digər variantlara baxdıqda C-miz 2 dəfə böyük olmalıdır A-dan. Burada 15, 40 doğru deyil. 2 dəfə böyükdür, amma 4 dəfə D A-dan 4 dəfə böyük deyil. Bu da doğru deyil. Eləcə də C və A arasında fərq böyük olduğu üçün D variantında israr edirik. Doğru cavabımız B variantı olur. Keçək növbəti testə. Burada bizdən nə istəyir? Alfanın qiymətin. O zaman biz bu tam toplayaq. 15, 45%, 45, 100 x-dir. 100'ümüz 100%'ımız 306. Burada da x'imiz beraber olur. 45 burada 60 100'e bu sadecedir bununla.
Buradan qalır 5. Bununla ixtisar gedir. Qalır 9. Burasın 18. 2 də gedir 36 ilə. Plus üzərinə gəlirik 72-ni. 72 yəni bu bucağı 72 və bərabərdir 234. 34. Bu da 360-dan çıxırıq 234-ü bərabərdir. Sonu 6 ilə qurtaran rəqəmimiz 126. Doğru cavabımız deməli alfamız 126 D variantıdır. Keçək növbəti testimizə. Bu testimizdə də eni faizlə. İlk öncə faizlə istədiyinə görə burada biz 144-ün faiz dərəcəsini tapaq. 144 dərəcə x-dir. 360 dərəcə isə 100%. Yenə 144 vurulsun 100-ə bölünsün 360-a. Bu sıfırla bu sıfırı aparaq ixtisar. Bunu ilə bunu 2 ixtisar apardıqda qalır 18. Yuxarıda qalır 5 və 144. Bunu da 9 kimi yazsaq. 2 vurulsun 9 şəklində yazsaq 2 ilə 144-ü aparacaq. Qalacaq 72. 72 bölünsün vurulsun 5 bölünsün 9 şəklində. Bunun da bu ixtisar gedir. Yerdə qalır. Deməli 8, o da 8 5-ün 40. Deməli m-miz bərabərdir 40%. 40%, 20% burada, 10% da burada, 30%, 70%. Bu hissə tam olaraq 70%. Bizim enə qalır 30%. Doğru cavabımız C variantı olur. Bugünlük testlərimiz bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Videolarımızı bəyəndinizsə kanalımıza abunə olub videolarımızı da paylaşmağı unutmayın ki, videolarımızın davamı gəlsin. Təşəkkürlər.